Burada de görüm, ne olub sənə? Otur da. Ay, nə bilim, ey. Deyəsən, yavaş-yavaş ölürəm. Allah uzaq eləsin, o nə söz deyirsən? Nə olub sənə? Ay, nə bilim, ey, o pişikdən mənə deyəsən, xəstəlik keçib, qoturam, nəyəm mən? Qotur keçib. Dur. Ay, dəli sənsən, səni qotur keçib, niyə gəlib mənim yerimdə uzanırsan? Nə olanda ki, oturdun da sual verdin, mənə cavab Ay, verdin. nə bir demirsən mənə də qotur keçər, qaşınıram, Nə olanda qaşını, neyini mən bilə-bilə olmuşam, bəyəm qotur. Elə vaxt deyirsən ki, sənin pis günündə, yaxşı günündə. Ay, nə bu pis gün, yaxşı gün deyil, bu keçici xəstəlikdir. Məzələnirsən sən məndən. Utanmaz da gəlib girmisən evin içinə. Özü gətirdi, mən bu iş. Nə bir, məncə biz sən sağalana qədər yataqlarımızı ayıraq. Sən get başqa yerdə yat. Sonra sağalandan sonra gələrsən. Nə olar, yaxşı çıxmıraq, nə olar. Ev yox, mən yerdən yataram. Problem yoxdur, amma nə olur, ayıb deyə olar bilməsin. Yox, nə bir, bu egoistikdir, nə bir. Hamıya keçər evdə, hamı qotur səfəri sonra. Ən yaxşısı sən get başqa bir dənə evdə qal. Başqa bir yerdə qal da, ev zat tut, nə bilim, nəsə də, sonra müalicə olunur, sonra gələrsən. Nətər, mən egoistlik eləyirəm. Deməli, məni göndərirsən, hə? Bu qışın soğuğun vaxtında məni çölə göndərirsən, hə, sən? Ay, nə bir, çölə göndərmirəm də, deyirəm başqa ev tut, get qal da. İndi niyə ölək biz? Bilirsən ki, mən qaşınanda pis oluram da, nə bir də. Xahiş edirəm, çıx da, nə olar? Gör, mən qaşınmıram, mən də qaşınıram. Yaxşı, get qıraqda qaşın, nə olar, get. Get, nə bir, get. Get. Uy, Allah, qotur keçdi, neyniyəcəm mən? Uy, qaşınıram. Uf, qaşınıram, deyəsən, mən də keçdi. Deyəsən, mən də keçdi.